GPT mənim proyektimin başdan aşağı oxu və nə edəcəyim haqqında digər mətndə sənə danışacağam. Siz də hər dəfə yeni chat açdıqda bu sözləri təkrarlayırsınızsa, bu nə xərcdir, israfıdır? Token israfıdır. Çünki token israfı nə deməkdir? Siz bu əməliyyatı verdikdə sizin kodlarınızı başdan aşağı oxuyur və yenidən token israf eləyir. Məsələn, elə böyük proyektləri var ki, salam, mən kodumu oxu, başa düş, mən nə edəcəm haqqında sənə deyəcəm digər mətnlərdə, digər promptlarda. 30-40% limit düşür, kontekst limit olur. Bunun qarşısını necə almaq olar? Memplace ilə. Memplace haqqında biraz danışım. Memplace nədir? Sizin bütün kodlarınızı indeksləyir. İndekslədiyi vaxt isə siz hər dəfə Cloud və ya da ki Codex açanda agentinizə deyirsiniz ki, mənim kodumun indekslənmiş faylda Memplace-də. Memplace-də oxu və proyektdən baya düş. Bu avtomatik olaraq sizin bütün kodlarınızı indekslədiyi üçün token israfını sıfıra saldırır demək olar ki. Ətraflı məlumat üçün yorumlara Memplace yazın.